Herkese salam, kanalıma hoş gelmişsiniz. Əməkdar artist Mətanət İskəndərli sosyal media hesabında yeni video paylaşıb. Onun paylaşımı hər kəs tərəfindən maraqla qarşılanıb. Belə ki, əməkdar artist oğlu və gəlinini səhnədə təbrik edib. Həmin görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb. Həmin video və fotoları sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olub videonu yaxınlarınızla paylaşmağı unutmayın. Can işidir. Çünkü ömür çok kısadır. İnsana ailesinden başka yalandır. Çünkü evlatlar da gelir, uçur gelir ama yanında kim kalır? Aile. Yaxşı aile adama hem kardeştir, hem bacıdır, hem atadır, hem anadır, hem dosttur, her şeydir. Çünkü hamı gelir kalırsan tek. Düzdür, ona göre de ailenizin qədrini bilir. Bunun qocalmağı var, bunun çətin günü var. Xoşbəxt olun, 100 yaşayın. Amir hanımız, bu arada bir Amir balası da olur da, Amir bilirsiniz. Çok sağ olun. Birinci sen. Dayanmışam xəyalımla üz-üzə. Nə yaxşı ki, xatirəm qalıb hələ. Üzüm döndü bəlkə gözləydi bizə. Çalışıram unutam bilə-bilə. Elədir dünən idi ayrıldığım. Amma onda ölməyə hazır idim. Az qalırdım ki bu dünyadan çıxım. Axı bu dünyadan mən hara gedim? Bir dakika, bu video sesi 2, 3. Sen güləndə dünya gülür, gözlərinə nur elənir. Ölür daram, dərdi qəmi, sen güləndə, sen güləndə, sen güləndə. Teşekkürler Feliçta.